Böyük bir izləyici kütləniz var. Amma tanıyanların daha da yaxından tanınması, tanımayanların sizin haqqınızda daha da çox əhatəli məlumatlanması üçün istəyəcəm özünüzlə bağlı, fəaliyyətinizlə bağlı elə özünüzdən məlumat alaq. Buyurun. Bizim artıq 2 ilə yaxındır ki, İşıqlı İstedadlar layihəsini həyata keçirdirik. Bu layihə fiziki məhdudiyyətli deməyək, məhdudiyyətsiz deyirəm mən əslində. Fiziki məhdudiyyətsiz gənclərimizin sağlam cəmiyyəti inteqrasiyası ilə bağlıdır. İnklüzivliyi təşviq edirik biz bu layihə ilə. Mədəni kütləvi işlərlə daha çox tanınır bu layihə və dövlətimiz tərəfindən çox böyük dəstək qazanmışıq. O cümlədən bu layihə ilə bağlı Respublika qəzetində, bir çox mətbuat orqanlarında biz geniş məlumatlar veririk mütəmadi şəkildə. Bizim məqsədimiz odur ki, bu inklüzivliyi yaradıb, bu bərabərsizliyi aradan qaldıraq. Eyni hüquqlu, bərabər hüquqlu şəxslər, bizim dostlarımızın hər biri, burada xanımı da tanıdım, eşitmə məhdudiyyətli, çox gözəl blogerdir, işlərində uğurlar olsun və düşünürəm ki, biz hər birimiz bərabər şəkildə bu cəmiyyətdə biz özümüzü doğruldacağıq, necə ki doğrulduruq.